Lap səmimi danışım. Bildiyimiz şapşupla toya getdiyim olur. Yəni mağar toyudur və daha səmimi hiss eləmişəm çünki insanların arasındayım. Bizim xalq 10 milyondan ibarətdir, yəni Azərbaycan. 10 milyondan ibarət deyil, 35 milyon da Cənubi Azərbaycanda. Yox, 35 milyon, yəni bizi eyni locationda deyilik də. Yəni məsələn onlar YouTube-a girib bizə baxa bilmirlər. Onların YouTube-u yoxdur. Onların hər hansısa bir fikri formalaşmır. Bütün kanallara bütün gündə baxırlar. İndi məsələ nədir? Kanallara nə qədər çıxır meyxana? Kanallara çıxan meyxana hazır bəlli bir ssenarisi olan meyxanadır. Kanallara çıxıb heç vaxt sizin dediyiniz meyxanaya rastlamaq olmaz. Kanalı açıb sizin dediyiniz meyxanaya görmək olmaz. Orada mən illaki haqlı olaram kanaldan meyxana açsam. Deməli bizim xalq 10 milyondan ibarətdir. Bunun bir yarısını çıxsaq ki, yerdə qocası, uşağı, qadını çıxsaq ki, hansı ki bu kontingentə aiddir. Yerdə 5 milyon qalır. O 5 milyonda 3 milyon, 4 milyon baxışımız olur bizim YouTube-da. Bəs bu 3 milyon, 4 milyon deyirsiniz ki, xalq seçimin elib içində bəzi kütlələr. Bu 3 milyon, 4 milyondurmu bəzi kütlə? Bu axı bəzi ola bilməz. Bu yetəri qədər ciddi saydır. Mənim sizinlə bayaqlar Akşin bəyə də söylədim ki, razılaşdığım şeylər var. Siz meyxananı yoxa çıxartmaq istəyirsiniz. Bu bilirsiniz necə ola bilər? Gərək 10 milyon adamın 10 milyonu da qanturalı ola ki, meyxana yoxa çıxsın. Olacaq. Olmayacaq.